Heç belə səhnə təqdim eləməmişdim. Əziz dostlar, növbəti səhnəmizə keçid alırıq. Bu səhnəciyimizi istəyirəm özünüz tapasınız, görüntüdə. Mən də gedim orada yatım. Alqışlarınızla skeçimiz başlayır. Hə, mama. Sabahın xeyir ay bala. Sabahın xeyir. Niyə üstümü yenə açıq qoyub yatmısan? Hardan görsəm? Bu yenə canlı açıb yatır ya. Hətta. Oğul, Hə. səhərəcən TikTokda sizin canlıya baxmışam. Səndən bir ata kimi xahiş edirəm. Bir də ağır yemək yeyib yatma. Özün də dur o canlını bağla, pəncərələri də aç. Yaxşı, qadın dur. Az dur, söndür az o canlı. Biyavır oldum dədəmin yanında. Dur, az dur. Paltarla yatırıq. Canlıda 85 qəpik pul yığılıb. Bah! Milyonçu olduq eləmi? Az o 85 qəpiyə görə nəsil kökün arasında məni bir qəpik eləyib səni. Sənin qadan alımsa hər gün bir manat verəcəm. Bir də canlı açıb yatmayaq, nə olar? Görürlər ya, ayıbdır. Məcid, Ayıbdır, hə. canlı açmağın bax nə pisdir ki. Deyirsən sənin yadından çıxıb, o əyninə geyindiyi tumanda canlıdan yığılan pullarla almışıq. Az mən neynəm onun bunun pulundan özümə tuman almağı? Gül kimi işləyirdim, nana 800 manatlıq işdə. Dedin ki, çıx, ər-arvad birləşək, bloger olaq, patladaq, pul qazanaq, dağıdaq hər yeri. Ondan sonra düşəcəyik qabağa. 3 ayda cəmi bizə dənə tuman qabağa düşmüşəm, mən. Mən niyə evin içində qorxa-qorxa gəzməliyəm ki? Mənim həyat yoldaşım evin hər yerindən aşağı asıb içində dolu su. Mən keçəndə patlayıb başıma tökülsün, su dağılsın, o da çəkib paylaşsın. Niyə evin hər yerinə kamera qoymuşsan? Mən niyə evin içində rahat əynimi dəyişə bilmirəm? Mən niyə əynimi dəyişmək üçün balkona çıxmalıyam? Sən demirsən qonşu görə biabr olarıq. Sən balkonda əynimi dəyişirsən. Bax, qonşu görsün nana, görsün qonşu. Qonşu qayd eləmir ki. Buna baxaq, kaç söz işlədim mən. Kaç nədir az? Mən salıbsan ne cəmaatın kəşfiyyətinə? Yaxşı da sən canı az deyin, az danış. Hə. Gözdə canlı açıram. Aç. Salam mənim əziz followerlərim. Follow edəndə bir nəfər var orada. Sakit dayanda özüm elə deyirəm də. Hə, yaxşı. Əziz fanlarım, hal-hazırda biz oyanmışıq yuxudan. Mənim balaca pandam da durub yuxudan. Pandam! Baxdı, pandam! Az. Eşitsən, bir də qonqaq elə. Mən səndən evlənənə qədər bir nəslin ağsaqqalı idim. Mən məclisdə sağlıq zad deyəndə uşağı zad ayağı altdan yığışdırdılar ki, ağsaqqal söz deyir. Bir nəslin ağsaqqalını pandaya döndəribsən, sən? Bəsdir. Nə bəsdir? Sakit dayan. Sakit dayan. Dayan. Bir adam komment yazıb, gözlə. Zavod deyirəm hər cür... Nə? Düşü istəyirsən... Mənə deyirsən, ayıb olsun sən ailə tərbiyəsi görməyən. Dayan gözlə, vapşı sən atıram ignora. Bir nəfər idi, onu da blok attım. Hə, düz deyirsən. Gözlə çıxardım. Hə, çıxart. Çıxartdım. Hə, mənim əzizlərim, biz indi harada qalmışdıq? Deməli, mənim əziz ərim, mənim ürəyim hal-hazırda yatağımıza mənə səhər yeməyə gətirəcək. Nə gətirəcək? Bəsdir. Dədənin evində bütün günü dədəm mamağa səhər yeməyi gətirirdi axı. Mama deyirdi, az gətirə. Az maman heç dədəni yatağa yığanmırdı, bütün gün içi polda yatırdı. Mənim belə zarafatçıldı da, belə Sənin ərinin boynu yerə soxun. Belə arvadı saxlayan boynu yerə soxmaq lazımdır. Nəcid. Hə? Daha belə canlardır, Nə deyir? daha belə. Nə dost? Məcid, izləyicilərimin qabağında məni vurma! Eləmə Məcid! Vurma Məcid! Vurma! Məcidin anası ölsün. Hava qaldı da sən Məcid.
Yaxşı, hara kamera qoyursan gizli çəkirsən, hara qoyursan? Hər yerdə var. Dosilər, xahiş edirəm. Mən arvad-zat döymürəm, mən rahatam, mən yaxşıyam, mənim qadanalım. Az evdə mən rahat gəzənmirəm kameranın əlindən. Nə çimə bilirəm, nə yemək yeyə bilirəm. Adam niyə öz hamamında gizlənə çimsin ki, birdən kameraya düşər? Niyə mən hər gün yuxudan qalxanda, telegramda ifşa səhifələrində bununla olunmuş öz şəklimi axtarmalıyam ki, arvad yerə paylaşım? Canınızı artırıram da sakit de. Ailə qalıbaz! Ailəmi spama düşüb, spama! O ailəni spamdan çıxartmaq üçün gəl nöqtədən vecurdan yazarsan komentinə. Qardaşdır da, niyə qışqırırsan, niyə... Yaxşı eləylə beynimi çöndərsən də mənim. Əziz izləyicilərim, bir dəqiqə gözləyin. Dağılı bir ailəmiz yoxdur, dağıldı ailəmiz. Ailəmiz niyə dağılır? Biz ailəvi blogeriyik, ailə niyə dağılır ki? Dəlisən sən bizi dost da izləyir, düşman da izləyir. Bir nəfər! Bizim həyatımız o bir nəfərin üstündə qurulur və başa düşürsən sən. Məcid, bax səni deyirəm ha, bu blogerlər boşananda izləyicilər də yarı bölürlər. Eləmi? Çağır bir nəfəri böləcəm bu stolda, çağır. Ortadan onu çalıb belə böləcəm, çağır bölün bu stolda. Az, o bir nəfər var da, o bir nəfər bizim qonşudur da, əvvəlcə stəkanla qulaq asırdı. O bir nəfər bizim qonşudur. Əvvəlcə stəkanla qulaq asırdı, indi də girib canımıza baxır. Ay, qulağını çək qapıdan! Qonşu demişkən, sən söz deyəcəm, sən Allah Məcid, məni biabır eləmə. Ma desən biabır eləmə. Az mən səndən evlənəndən sonra bu video zat paylaşırıq ha. Onun altında yazılan kommentlərin 90%-i bi ilə başlayır. A bi namus, a bi şərəf, a bi qeyrət, bu nədir hə? Nə olsun? Gör məndən nə qorxudur. Nə olsun, ürəyivə salma, üzvə demirlər ki. Üzümə deməyə gəldilər. Yox, həyat belə, mən də sən onu deyəcəkdim. Qonşu var, onları qonaq çağırmışam. Qonşu kimdir? Təzə blogerdirlər, evlidirlər də, kütlüklər, məşhurdular. Çox şad. Bizim qonşuya köçüblər, indi onları çağırmışam, bizə qonaq gəlsin. Eləmi çağır gəlsin görək. Qapını açım. Nədə Sən kim? Allah məni biabır eləmə. Çağır görək o nə sortdandı, kimdir? Salam, xoş gəlmişsiniz. Buyurun, keçin. Necəsiniz? Salam. Salam. Dosi necəsən, Dosi? Əyləş həyatım. Bu ya biraz kişi kimi danışmır, nəsə. Buyurun, Buyurun, əyləş. oturun, xoş gəlmişsiniz. Sağ ol. Bro, işlər necədir? Nə? Bro, Bu nədir? Muratın qısaldılmışıdır. Hə, olsun da yavaş-yavaş öydəşəcəkdir yan. Hə. Nətərsiz, nağaysız, neyinirsiniz, salamatçılıqdır mı, yaxşıdır mı hər şey? Yaxşılıq. Süfrə açmasan mı bu yalan qonşular? İmkan versən açaram da həyatım, birdəyəm. Elə gördüm, bildirdim, siz gəlirsiniz, sizi çağırdım. Dedim ki, qəşək sizin üçün avokado dolması eləyim. Ürəyim nə əziyyət çəkirdin? Ürəyim nədir, hə? Ürəyim nədir? Ləhcəm bu deyil, qardaş. Nə ləhcə? Bu bloger ləhcəsidir da. Bloger ləhcəsi. Normalda deyirlər də o. Qardaş biraz əsəbidir deyəsən. Sənə yaxşı. Yuxudan təzə durub. Əziyyət çəkməzdi, gərək biz elə sifariş eləyərdik, reklam qarşılığında həll eləyərdik. Nə olub hə bizə? Nə olub bizə? Biz pis blogerik. Hə, biz arvad patladırıq. Bizim bir izləyicimiz var. Nə qədər? Bir Bir nədir? O bir mi olmalı deyə 1 milyon. Yox, elə bizdə bir nəfərdir bacı. Biz o bir nəfərin şotuna patladırıq. Elə bizdə o bir nəfərlə dolanırıq. Hə. Ürəyim elə bil biraz əsəbi sənin. Ürəyim nədir ki? Ürəyim Nədir ki ürəyim? yaxşı söz mənasında deyirəm. Yaxşı sözümü boğazında qoyacağım Bilmirəm, səni. oturum yoxsa qaçım. Deyəm qaçma, qonaq gəlir. Gedim mən yeməkləri gətirim. Nə, yox. Nə gətirsən ki? Mən Akifənin Instagram səhifəsində görmüşdüm də o avokado dolması zat hazırlayırdı. Mən də siz gəlirsiniz elə onu elədim ki, öz yediyimiz yeməklərdən olsun. Avokado dolması. Kürəkən deyəsən xoşlayır ha avokado dolmasını. Az ölmürəm avokado dolmasından ötürü. Mənim üçün həyatda iki yemək var. Biri anamın aşıdır, biri avokado dolması. Mən avokado dolmasını yənməsəm yatanmıram. Kişi əsəbləşəndə çıxıb balkonda siqaret çəkər, mən əsəbləşəndə xaladeykdə avokado axtarıram. O sizin paylaşdığınız videolardan sonra ölürəm mən avokado dolmasını ötürüb. Elə özünüzdə avokado yoxşuyursunuz. Nə yoxşuyuram? Avokado Bacı cıdır ha məndən pərdəni. Pupsik əsəbləşmə. Ay qolum!
Heç nə. Güvən testi videosu çəkildi, sizə baxıb. Yoldaşım dedi, özünü at, mən səni tutacağım. Bu psik tutdu. Video tutdu ama mən tutan olmadı, cırıq-cırıq oldum. O trend elədi də, Kociş tutmursan ki onda. Kociş nə da az? Sənsən də. Kimdə az Kociş? Sənsən də. Mənəm Kociş. Mən hava Kociş oldum. Onu Azərbaycan dinlədi, onu Azərbaycan dinlədi. Nə deyim, əriş? Lutsi Kociş. Mən götür, bu bir Kociş adı var, o oturdu bax mənim üstümə. Bu da qəbil ki, mənim əynimdə də Kociş adı. Bir dənə deyən, sən kimsən? Sən kimsən? Mən Kocişəm. Bu da Kadişdir, Kadiş. Kadiş. Hörmətli Kociş və Kariş bəy, mümkünsə biz yeməklərdən görürəm yeməyinə heç nəyiniz yoxdur. Bir içməyə nəsə verin də biz içək. Dilimiz ağzımız quruyub. Sizə istəyirsiniz maça gətirim. Nəli maça içirsiniz? Bizə çiyələk siroplu zəhmət olmasa. Yaxşı. Mənim həyatım, Kocişim, sən nə içirsən? Ma ilikli gətir. Ma ilikli gətir bu qonağın qabağında o sümük tayakaya vura-vura iliyini sümürməyə onun içindən. Maça nə də az? Bəsdir. Mənim ərim belədir də, zarafatçı. Hə, yaman zarafat eləyirsən. Vurur da bizi, yerin dibinə soğur çıxartmır da zarafatlarından. O şokoladlı sevir, mən gedim gətirim. Gətir. Gətirim. Zarafat edir, Gətirim. əsəbidir. Döyəcək yoxsa nəsə verəcək. Sən xoşuma gəlmirsən, sən mənim. Sən nəsə mənə belə bir tər gəlsən. Geyinmirsən axşalvarı, sarı koftanı, mənə bir tər gəlsən, sən. Ürəyim, mən nə dedim ki? Ürəyim nə də? Həyatım. Kişisən, sən. Sən kişisən, ürəyim nə də deyirsən? Neyinirsən? Bazı gəl al da məni bunun əlindən. Mən gətirdin, mən otur yerimə. Mən pandam. Mənim balaca ayım. Sən o sabini vuracağım. Ay balaş, nə dediyin sənə belə əsəbləşdin? Az balaşdı. Az yaxşı, az yaxşı. Balaş deyirsən Az o. deyirdin. Balam əsəbləşmə, balam əsəbləşmə. Balam kimdə? Balam kimdə? Balam kimdə? Balam kimdə? Kimdə balam? Kimdə balam? Elə deyil, hadi. Elə deyil. Qapardadır. Qapardadır. Balam. Ürəyim əsəbləşmə. Bu nədir? Bu nədir? Bu nə ləhcəsidir? Bloger ləhcəsidir. Sənin ləhcəni dağıdacam. Sənin ləhcəni dağıdacam, gəl bura. Qardaş, Gəl bura, sənin ləhcəni dağıdacam. Balacasan, olsun stolun altına git. Gəl bura. ürəyim niyə əsəbləşsən? Ay, ürəyim demə, hər vadın yandı mı? Ay bir dəqiqə dayanın. Bak Akırız dördümüz də buradayıq da. Ən çox xoşumuza gələn akımanı, gəlin çəkək onu. Ha, qonşusu belə söhbətlər elə də. Qonşusun nədir? Qonşusu da. Nə olub be? Sən narahat yatırsan deyəsən gecələr. Hə, Akifə, nədir sizin ən çox sevdiyiniz akım videosu? Deməli akımımız deyəndə ki biz bilirsiniz də ki milyonları vurub partlatmışıq da akım deyəndə biz yada düşürük. Ümumiyyətcə biz belə bir akımımız məşhur idi ki, gəl həyatım gəl. Bizim belə bir akımımız məşhur idi. Bağla da onu, nə olar? Bir yerə bağla da onu. Ürəyim, onu bir yerə bağla. Gəl pisi. Gəlsin Balım. pişiyim. Gəlsin ömrüm. Yanına ürəyim Gəlsin patlı sözümü de. pandam, şəkərim. Balım bir dəqiqə dayan, Balım, şəkərim. səndə quduzluq var, balım. Nə istəyirsən? Gərək çırpsın səni. Kameralarda Demədiniz, akım nə çəkək? Hə, onu deyirdim axı. Qonşitolar, deməli akım deyəndə biz yada düşürük də, bilirsiniz. Bizim ən məşhur akımımız bilirsiniz nədir? Akif mənə bir dənə şillə vurur, biz İspaniyadayıq. Bir dənə şillə vurur, Fransadayıq. Bir dənə şillə vurur, Dubaydayıq. Bu bizim akımımız partladıb da. Tövsiyə edirəm onu çəkək. Deyəsən bu Akif'in pulu qutarında şapalaqlayır. Bunu sən o sağ qoyacam evini. Dayan da pandam. Həmən buna şapalaq vursam çıxıb dədəsi evinə gedəcək. Şapalaq nədir? Bu da akım danışsız. Mənim həyatım, mənim romantik kocişim, Sənin romantik kozaş. mənim balaca pişiyim. No! Mən istəyirəm, küsüb gedərəm mən atamın evinə. Görün, mənim həyatım mənim üçün nə qəşəng sürpriz hazırlayıb, tamam, göstərim də sizə. O sürpriz hazırlaya bilir. Hə, bax. Bu nədir? Bu buket mi? O, bu dəqiqə böyük sürprizi də amma hazırlayır. Bu buket axı dollarla olmalı idi. Niyə manatlandı ki? Bacı, indi ərin öyrətməyib bilmirsən. O nişanlı vaxtı o büket dollarla olur. Evlənəndə manatla olur. Birinci uşaqdan sonra qəpiklə olur. İkinci uşaqdan sonra göyərti alırsan, gül əvəzi verirsən ki, evdə yemək uşaq acından ölməsin. Yaxşı, cırıldı boğazın, yaxşı.
Ürəyim düz deyir. Deyirəm, və imkan vermədizə gedim maçanda düzəldim gətirməyə. İmkan vermədizə. Maçaya ehtiyac yoxdur. Biz lütfü bir dənə çay verin, Aynen. adi çay. Həyat yoldaşınıza da yaşıl çay verin. Ramaş. Maça niyə içmirsiniz ki? Bir dənə çəkil qadan alın. Maça niyə içmirsiniz ki? Ben onu bütün günü çəkib paylaşır sizə, biz bundan içirik, biz bundan içirik. Özünüz niyə maça içmirsiniz ki? Ürəyim, mən elə şeylər çəmirəm. Bu Mən dəfə tünd çay istəyirəm. nə içsən? Tünd çay. Niyə içmirsən masadan? Çəmirəm də, biz o videolarda gördüyünüz şeyləri içmirik ya. Biz o videolarda gördüyünüz acayip yeməkləri pişiririk, belə düzəldirik, gəlir. Biz sonra onları reklam kimi çəkirik, sonra atırıq, gedir, yemirik ki onları. Eləmi? Sənin qadan qalın, qoy buna birini qoyum dana nə olar? Yaxşı, yaxşı da Qoyma. siz qonaqpərvər. Balam, qoyma. Bəs. Bir dəqiqə Diyanə, bu nətər olur? Bəs sizin bu çəkib yemədiklərinizin əziyyətini niyə bizim ailə çəkməlidir? Mən ölürəm avokado yeməkdən. Mən evdə hansı şkaf açsam üstümə avokado dağılır. Və bunu yemirsiniz, bunu niyə çəkib paylaşırsınız? Ben niyə cəmaatın ailəsinə söz-söhbət salırsınız hə? Niyə salırsınız? Biz günahkar. Siz çəkib paylaşmasanız, bu da gəlib bütün günü maddə deməz ki, avokado yiyir. İzləməyin də siz də onda. Kim izləməyin? Bizi. Düzdür də balım. Bax, sən balımın. Sən ol, mən buna birini qoyacağım. Yaxşı da, həyatım eləmə. Gəl pisi, gəl bura. Şeydir, Sən fırlayacaq. bəs mənə çatmır, siz o belə qəşəng şeylər paylaşırsınız, onların heç birini yemirsiniz. Yox. Yəni, bahalı həyat, lüks maşınlar, nə bilim o villalar. Qonşitom, bacışkom, mən sənə başa salacağım indi hamısını da, özümüz idi. Bunu heç kimə demirik. Yo, özümüz deyil, siz ikiniz ayrısınız. Bəsdir də. Qocayım, elə demə də xətrim. Sənin. Ha, kişi ol hə bir. Mumla da. Böcək nə də? Baz bulutlu söz deyil. Deyirdim axı bunların açıqlamasını verirdim mən. Sizin gördüyünüz o maşınlar rentekardır. Hansı ki bahalı. Biz gedirik rentekardan götürürük. O gördüyünüz villalardakı kirayə gündəlik evlərdir də onlardan götürürük. Pullardakı belə, onlardakı şeydir də, kak evo. Etibarsız. Bəli, etibarsız pullardır. Görsən az. Deyil etibarsızdır. Hər deyilən inanma da. Etibarlı mən bədən eşitdim axı. Sən Allah düzünü de, mən gecə yata bilməyəcəm. Doğrudan o ev sizin deyil. Kliyanus deyil bizim. Ev, pul, maşın eşitsin deyil. Deyil də, bizim deyil. Hər şey reklam xatirinədir. Bir dəqiqə Diyanə, sən inansan ki, bunlar utanmasalar deyirlər ki, biz evli zad deyilik. Nə gülürə? Biz niyə utanırıq ki, onsuz da biz evli deyilik? Nətər evli deyilsəz? Balım, bir dənə səbirli. Balım nədir? Balım İzah nədir? edirəm. Şu cümləsi işlət İzah də. el. Bax, balım. Biz oturduq dedik ki, həyatımızda yeni bir səhifə açaq, elə bu Instagram səhifəsini açdıq. Evləndik orada yalanlar. Bəli. Bəs uşaq? O da elə Instagrama görədir, onu da ona görə eləmişik. Cəmaat Instagrama görə uşaq doğru yaz. Bir dəqiqə. No. Mən səhifəyə görə uşaq zat doğan deyiləm. Mən bax gör, uşaq doğan sifət var məndə. Tak ki, elə şeylər fikirləşmə. Biz o uşağı da kastinqə zəng eləyirik. Kaslar var da, balaş. O kasta zəng eləyirsən. Balaş deyirik yeni. Qoyacam aynı da ağzı üstündən. Ayva çönmə. Mənim də balaş deməyimə baxma, məndə də doğan sifət yoxdur. Sən bir dənə mənlə təkliyə gəl də, bir dənə gəl də bura. Gəl də bir dənə bura. Balım, Gör nətər doğacaqsan, gəl bir dənə bura. Gəl bir dənə bura, bəl gəl. Короче da, biz o kasta zəng eləyirik, uşağı bizə təşkil edirlər, biz videolarımızda onu çəkirik, ödənişini eləyirik, çıxır gedir. Belə, pulumuzu qazanırıq da, yəni, onlar da bizdə. Nə varsınız? Pul qazanır. Hə, pul qazansınız. Ben niyə siz bu haram qurduğu sistemə görə bizim halal ailəmizi dağıdırsınız? Biz günahkar deyilik. Ürəyim, günahkar biz olduq. Bir dənə özür istəyirəm. O kamera quraşdırmışdı nə evə? O hardadır o kamera? Hər yerdə var. Hər yer kamera, eləmi? Dostlar, eşitsiniz. Bax, belə saxta adamlara görə, yalandan video çəkən adamlara görə ailənizi dağıtmayın. Ailənizin qədrini bilin. Düzəldin, bir Instagram səhifəsi açın, bir arvad kimi paylaşın. Mən ona bir söz demirəm. Amma nə yeyirsiniz onu paylaşın da. Avokado yemirsinizsə yalandan onu niyə paylaşırsınız? Niyə bu cəmaatın ailəsinə söz-söhbət salırsınız? Özünüz kim olun? Nə təsirsiz elə yaşayın. Sadə olun, səmimi olun. Cəmaata nəyiniz var onu göstərin. Yalandan niyə başqa şey göstərirsiniz? Ürəyim, Sizin bu şəkilli yeməklərə görə cəmaatın ailəsi dağılıdır. Arvada deyir ki, arvad əlinə deyir ki, o yeməkdən gətir. Bəlkə birinin evində yoxdur o yemək.
Ürəyim, zorla baxdırmırıq ha. Cəmaət ona baxır, biz də onu paylaşırıq. Hə, nə çəkirsiniz? Bir dənə üzr istəyirəm. Bir dənə üzr istəyirəm. Nə varsan sən? Hə, canlat. Bir dənə qalxın ayağa. Bir dənə qalx, Akif, qalxın ayağa. Nə arasan ki? Yox, heç Akif nə siz. Akifə dedin sən? Hə, Akif. Üzr istəyirəm, bizim adımız Akifə də deyil. Akif deyil. Canlıda Mənim adım Bax, mən Qəzənfərdir. sizə həyatım eşsən. Bax, biz əl-arbat partladırıq. Açırsan təzə sən. Həyatım açmışam, izləyicilər qalxır, hə. Adını da qoysan Kociş Kariş. Qoysan mı? Məczul qoydum. Məczul nədir? Məcid Süleyxa. Hə, Məcid Adımızın Süleyxa şərəfi, hə. eləmi? İndi mən canlı yayımda bu saxta blogerlər var, Cəmaət Alladan. Hə. Bunların ikisi adınız nə idi? Adımı bilmədiyim bacı. Sən çəkil qaqa, sən get. Səndən işim yoxdur. Dostlar, O birisi var, o adını deyilənə bilmədim. inanmayın. Açıq söylə. Sən çıx söylə. O adını bilmədim qaqaş, bəri gəl. Məni qoyub getmə. Bəri gəl. Bəri gəl. Bəri gəl. Sür, bəri gəl.